Tanrı zər atmaz. Einstein bu cümləni deyəndə nəyi nəzərdə tutmuşdu? 20-ci əsrin başlanğıcında təməli qoyulan kvant mexanikasının əsas məqsədi, sadə dillə desək, atomdan daha kiçik olan, yəni atom altı zərrəciklərin dünyasını öyrənmək idi. Aparılan bir çox təcrübə və araşdırmalar foton, elektron və digər kvant zərrəciklərinin ikili xassəyə, yəni həm dalğa, həm də zərrəcik xassəsinə malik olduğunu göstərir. Lakin ən beyin yandıran tərəf odur ki, bu zərrəciklərin harada, hansı nöqtədə olduqlarını dəqiq təyin etmək olmur. Onların harda olması ehtimal olaraq tapılır. Yəni burada elektronun olma ehtimalı çoxdur, orada olma ehtimalı azdır və ya yoxdur. Bax, Einsteinin qəbul etmədiyi yerdə buydu. Onun fikrincə təbiət qanunları dəqiqdir. Əgər biz bu dəqiqliyi tapa bilmiriksə, bu bizim problemimizdir. Bəlkə də təbiətdə hansısa gizli dəyişənlər var, amma hələ onları bilmirik. Təbiətdəki bir hadisəni ehtimalla izah etmək düzgün deyil. Tanrı zər atmaz. Amma kvant mexanikası sübut edir ki, Tanrı həqiqətən də zər ata bilər. Çünki bayaq dediyimiz kimi kvant zərrəciklərinin yerini dəqiq təyin etmək mümkün deyil. Həm də bu bizim sahib olduğumuz texnologiyaların çatışmazlığı yox, həmən zərrəciklərin təbiəti ilə bağlıdır. Heisenberg tənliyindən görünür ki, bir zərrəcikin yeri nə qədər dəqiq olarsa, impulsu bir o qədər qeyri-müəyyən olar. Həm də sonradan John Stuart Bell tərəfindən irəli sürülən teorem də kvant mexanikasının doğruluğunu göstərir. Qısaca kvant dünyasında qanunlar ehtimal üzərinə qurulub və əgər elmdə çevriliş edəcək bir kəşf olunmasa, hadisələr ehtimallarla izah edilməyə, Tanrı isə bizim zənnimizcə zər atmağa davam edəcək.